YouTube, trend zatısı aldanmasın. Qətiyyən aldanmasın. Şükür Allah ki, bundan sonra aldada da bilməyəcək, çünki davamlı yaşlıdırlar da. Amma mən belə fikirləşirəm ki, insanın sənəti varsa, insanın səsi varsa və ən əsası çəkdiyi əziyyət varsa, onun bəhrəsini görəcək. Gələn bugün də Könül xanım icazə verərsiniz də, bilmirəm, bayaqdan zəng yoxdur, indi bilmirəm, oradan çıxardınız deyirəmiz. Elə mövzunu da bunu qoyaq ki, sizin üçün müğənnilərin sənəti vacibdir, yoxsa o üç dəstəsi 1 manat olar, 120 manata aranjman gecə ilə sintezator deyiləyib, YouTube-a qoyub və səhər birdən birincisi olur, 10 milyon baxışı olur və o çıxır etirə. Deyir ki, mən o sürü əməkdar artistiyim, mənim mahnıma 10 milyon adam baxıb, olmazsa 200 min. Amma siz o 10 milyon qazanan müğənnilər, ömrü billah, İlkin bəyin, indi inşallah qarşısında da nəsib olar, Nigar xanımın və bir çox müğənnilərin mədəniyyət və incəsənətə xidmət edən müğənnilər ki, o cənab prezidentin qarşısında çıxış edirlər, ha. Bax, o havanı görməyəcəksiniz. Bilirsiniz niyə? Çünki təkəbbür sizi o qədər yorulur ki, siz bilirsiniz ki, biznes klassda uçub da samolyotda şəkil paylaşmaqla siz səviyyə görüncü. Səviyyə qanda olur, qurban olun. Valla mən əlimlə yiyirəm hər şeyi. Mən bir kapşanla yalandan yiyə bilmərəm.